Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərə, əzizlər, mən DİM-in keçirdiyi 10 may imtahanında keçirdiyi blok imtahanının izahını vermək istəyirəm. Bu da yəni onlayn dərslərdə bu öz yerində. Uşaqlar deyir, binomunda ən böyük binomial əmsalı tapın. Əzizlər, deməli, ən böyük binomial əmsal ortadakı idi, kombinizon 8-dən 4. Yəni, normalda düstur olaraq kombinizon n-dən n bölü 2 idi də, ən böyük binomial əmsal. Binom ehtimalda keçilir. Keçəcək onu da. Bu da kombinizon 8 faktorial bölünsün 8-dən 4 çıxanda 4 faktorial, bu 4 faktorial, o da 8, 7, 6, 5, 4 bölünsün 4 faktorial, vur 4, 3, 2, 1. Bunlar da getdi. 6 ilə 6 getdi, 4 nəsə 2, 5-in 17-nin 70. Yəni, sadə bir sual hələ ki. Görək bu necədir. Bu da standart sualdır. Deyir, bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyada deyir ki, AC 26-dır. Bunu veriblər 26. Və AY-ni 24 veriblər. Buran verib 24. Deyir ki, SY AD perpendikulardır, lap yaxşı trapesin sahəsini tapın. Ümumiyyətlə, trapesiyada bizə nə lazımdır? Bizə lazımdır ki, əzizlər, bizə lazımdır ki, orta xət vur hündürlük. Əslən, burada bir dənə qısa qayda var, deyəcəm sizə qısa qayda. Qısa qayda belədir ki, trapesiyada orta xət həmişə bu hündürlük çəkirsən, ha. Məsələn, söhbət üzrə bərabər yanlı trapesiyadan gedir. Bərabər yanlı trapesiyada təkcə bir dənə hündürlük çəkəndə bu oturacaqda bu ayrılan böyük hissə var. Bu böyük hissə orta xəttə bərabər olur. İndi onun isbatını da göstərərik. Uşaqlar, buradan Pifagora görə SY-ni tapmaq mümkündür. SY-nin kvartı bərabərdir. 26-nın kvadratından 24-ün kvartını çıxacaq. O da 26 çıxı 24. 26 plus 24. Onda bu da eləyir 2 vurulsun 50. O da eləyir 100. 100-dən də nə olur? SY də olur 10. SY də elədi 10. Əla. İndi cavab avtomatik 10 vur 24 240-dır. Niyə görə? Yəni orta xətt dedik ki, bu AY orta xəttə bərabər oldu. Bu bərabər yanlı trapesiyada belə bir qısa qaydadır. Posta o niyə elə olduğunu gəlin göstərək. Onun elə olduğunu bilmək üçün gərək məcbur neyinsə? Biraz uzun yollara gedəcəyik. Necə? Burada birinci növbədə mən buradan bir dənə hündürlük çəkmək istəyirəm. Hündürlük çəkmək istəyirəm. Və bura yadda saxla. Bura x-dırsa, deməli burada x-dır. Çünki bərabər yanlı trapesiyada 2 dənə hündürlük çəkəndə qıraqlar bərabərdir. Bu A-dan Y-yə qədər 24 idi də, hə? Onda bura x-sə burada eləyəcək 24 minus x. İndi burada deməli 24 minus x. Deyir, trapesiyanın sahəsini tapın. Trapesiyanın da sahəsini tapanda, indi burada bir şey var. Deməli, uşaqlar, indi nə edəcəksin? Trapesiyanın sahəsini tapanda orta xət oturacaqların cəminin yarısı deyil. Yuxarı oturacaq 24 minus x-dir. Aşağı oturacaq da 24 plus x-dir. Bunları cəmləyib yarıya bölürsən, vurursan hündürlüyə. Bunları da cəmləyəndə bunlar getdi 48 bölü 2, 24 vurun. Gördünüz, yəni yenə həmin yerə gedib çıxırsan, sadəcə olaraq burada üstünlük oldu ki, bayaqları daha tez tapdıq. Yəni onu bilin ki, bərabər yanlı trapesiyada bir dənə hündürlük çəkibsənsə, bu trapesiyanın o digər təpəsindən, yəni oturacağın digər təpəsindən, yəni bu AY xətti, orta xətti olur. Bu məşhur sualdır. Bundan biz çox işləmişik. Özdə demişəm ki, həmişə bloka düşür və gəldi, yenə də görürsünüz, DİM-in sınavına düşür. Birinci sinus 160-ı tez sadələşdirmək lazımdır ki, sinus 160-ı nətər sadələşdirəsən? Yazacaqsan sinus 180 çıxılsın 20 kimi. O da eləyəcək sinus 20. Ad dəyişmir. 180-da üstə gəlinsində ikinci rübə düşür, müsbətdir. Kosinus 200-ü də yazacaqsan. Kosinus 180 plus 20 kimi. Onda burada da yenə də kosinus 20 eləyəcək. Ad dəyişmir, amma mənfi olacaq, 3-cü rübə düşür. Onda belə oldu. 2 loqaritma 2 əsasdan. Necə onu qoyuram qırağa. 2 loqaritmanı qoyuram qırağa.
Əsas məsələ burada nədir? İçərini hesablayaq hələ. Kök 3 bölünsün. Sinus 160 elədi sinus 20. Amma burada kosinus 200 dərəcə mənfi kosinus 20 elədi deyənə. Onda bu çıxma kosinus 20-də 1. Yenə bu sualın eynisi elə önləri işləmişik. Bu da eləyir sinus 20 ilə kosinus 20-nin hasilində çarpaz vuranda kök 3 kosinus 20 çıxılsın sinus 20. Belə. Onda uşaqlar, burada biz nə edəcəyik? Ümumiyyətlə demişdim ki, qayda kimi demişdim ki, əgər sinusdan kosinusun birinin əmsalı kök 3, o birisinin əmsalı 1-dirsə 2-də 1-ə vuracaqsan. Çünki orada köməkçi bucaq daxil etmə məsələsi var. Deməli, kökün altında əmsalların kvadratları cəmi bölürsən. Bu da əmsalların kvadratları cəmi kökün altında 2-dir, 2-yə də bölündə 2-də 1 olur belə. Hər tərəfi bölürəm 2-də 1-ə. Və yaxud da bu cür. Daha doğrusu surəti də vurdum 2-də 1-ə, məxrəci də vurdum 2-də 1-ə belə. İndi gör burada nə baş verir. Buradan bu 2-də 1 eləyir. Bu 2-də 1 eləyir sinus. Yəni kosinus 20-dir, sinus 30. Bu da eləyir sinus, hada sinus 30. Bir dəqiqə. Burada 2-də 1 deyil, bu 2-də kök 3-dür bu. 2-də kök 3-dür bu. Bu eləyəcək sinus 60, bu eləyəcək kosinus 60. Onda surət nəyin düsturu oldu? Sinus alfa, kosinus beta, kosinus alfa, sinus alfa çıxıb betdan düsturu. Sinus 40 elədi surət. İndi uşaqlar, məxrəci də 2-yə vurub böləcəm. Yəni bu sinus 20-ni, kosinus 20-ni 2-yə vururam məxrəci. Bir də surəti də, yəni 2-yə vurub bölürəm. Niyə belə edirəm? Çünki bu 2 sinus 20, kosinus 20 bizə verir sinus 40. Bu da sinus 40. 2 bölü 2-də 1. Bunlar getdi 2-ni də 2-də 1-ə bölündə eləyir neçə? 4. Y variantı. Sonra deyir, ardıcıllığın n-ci həddini düsturunu tap. Əzizlər, bunu məsələn burada cavablarla da işləyə bilərsən. Həm də ki, burada məntiqlə tutursan ki, 3 mənfi 3, 3 mənfi 3, davam edir, hə? Deməli, bunlar nə ediblər? 3-ü vurublar, mənfi 1 üstü n-ə də tutan nə var ki, söhbət tutmağa? Çünki orada, bax, məsələn, n-ə 1 verəndə nə olur? N-ə 1 verəndə mənfi 3. N-ə 2 verəndə müsbət 3. N-ə 3 verəndə mənfi 3. Belə davam edir. İndi burada bir şey var. Amma bu olmayacaq. Bu olmayacaq. Niyə görə? Çünki burada n-ə 1 verəndə birinci bu mənfi 3 ilə başlayır. Belə olur. Mənfi 3, müsbət 3, mənfi 3. Amma bizdə misalda elə deyil. Bizdə misalda müsbət 3 ilə başlayır. Deməli, onda burada cavab olacaq C variantı. Niyə? Çünki burada bax, çünki ardıcıllıqda axı n natural olmalıdır. N-ə 1 versəm, burada oldu, n-ə 1 verəndə bu 3 elədir. Çünki 1 üstə 1, 2-dir, mənfi 1 üstü 2, 1, 3, 3. N-ə amma 2 verəndə isə, onda belə olacaq. N-ə 2 verəndə olacaq mənfi 3. Yəni 3, mənfi 3, 3, mənfi 3 belə davam edəcək. Yəni C variantı doğru variantdır. Sonra baxaq görə bu sualda nə deyir bizə? Deyir, düzbucaqlı 3 bucaqda. Düzbucaqlı 3 bucaqda. Yəni bu bizim düzbucaqlı 3 bucağımızdır. Düzbucaqlı 3 bucaqda deyir, düz bucaq təpəsindən çəkilən tənbölən, belə tənbölən, hipotenuzu 6 və 8 olan 2 hissələrə ayırır. Özü tənbölən deyir, 45-45. Deyir, düzbucaqlı 3 bucağın kiçik katetini tapın. Uşaqlar, əzizlər, tənbölənin xassəsinə görə bu 6-8-dirsə, yəni bura A deyirəm, bura B deyirəm. Bu A-qa tənbölənsə, tənbölənin xassəsinə görə A-nın B-yə nisbəti 6-nın 8-ə nisbəti. Yəni bunun buna. Onda bu da 2-yə böləndə 3, 2-yə böləndə 4, 4-də 3 elədi. Onda belə çıxır ki, A-nı 3-ə uyğun olaraq 3K, B-ni 4-ə uyğun olaraq 4K desəm, onda avtomatik burada eləyəcək 3K, 4K, 5K. Onda 5K bərabərdir 6 ilə 8-in cəmi 14-dürsə, K da bərabərdir 2,8. İndi K 2,8 kiçik K, kiçik katet 3K'dır. 3'ü vuranda 2,8'ə, 3, 8, 24, 2 hətta 3, 2, 6, 8,4. Kiçik katet 8,4. Yəni bu da tənbölənin xassəsi, bu da asan sual. Bu radikaldır, yəni yadda saxlayın ki, bu nədir, ekrana gəldi.
Bir dəqiqə. Bir dəqiqə. Hə, uşaqlar. Davam edək, problem çıxmışdı. Deməli, burada bu sualda baxaq. Deməli, əzizlər, bu radikaldır da, yəni bu kvadrat köklərdən həmişə düşür. Radikaldır. Yəni burada özünüz də görürsünüz, dəfədən radikala videoda çəkmişik. Bu 2 ilə 1-in hasili 2-dir. 2 ilə də 1-in cəmi 3-dür. Onda biz bu ifadəni kök 2 çıxılsın kök 1-in kvadratı kimi yaza bilərik. Bu da sənə kök 2 çıx kök 1 verir. Bu yana da yazıblar ki, 3 çıx kök 2. Onda bunlar da nə olur? Kök 2-lər uçdular, qaldı 2. Cavab C variantı. Mesela sadə bir sual. Aha. Sonra bu bu uşaqlar şey olacaq da buna biz çox güman silsilə tətbiq edəcəyik. Necə silsilə tətbiq edəcəyik? Yox, silsilə tətbiq. Bir dənə baxaq. Bax uşaqlar. Bax yazıb i plus. Uşaqlar i kvadrat mənfi 1-dir. Onda i kvadrat mənfi 1 olacaq minus 1. I kub mənfi i'dir. Çünki i kvadrat, yenə deyirəm, mənfi 1-dir. I kub da nə deməkdir? I kvadrat vurulsun i, yəni mənfi 1-i i-yə vuranda mənfi i. Sonra növbəti gəlir, məsələn, i üstü 4. I üstü 4 müsbət 1-dir. Sonra gəlir i üstü 5. I üstü 5, i üstü 4 vurulsun i. Yəni müsbət i deməkdir. İndi görək sıra, bu sıra təzədən davam eləyirmi? I üstü 5. I üstü 5. Bir dəqiqə, bunun asan yolunu tapmalıyam mən. Sonra növbəti i üstü 6. I üstü 6 eləyəcək mənfi 1. I üstü 6 mənfi 1. Çünki i üstü 6 i'nin kvadratının kubudur. Mənfi 1-in kubu mənfi 1-dir, ona görə. Məsələn, sonra i üstü 7 nə olacaq? I üstü 7, i üstü 6 vurulsun i deməkdir. O da mənfi i. Sonra i üstü 8 olacaq müsbət 1. I üstü 9 olacaq müsbət i. Bəli, bu həmin sıra təkrarlanır. Yəni, burada da bax, fikir ver. Yazıb bir dəqiqəyi burada mən. Burada yazmışdı ki mənfi 1, mənfi, buradan da, buradan başlayır. Mənfi 1, mənfi, müsbət 1, müsbəti. Mənfi 1, mənfi, müsbət 1, müsbət. İndi məsələ odur ki, bəs bu 97-yə qədərdir də, biz bunu nətər eləyək? Deməli, uşaqlar, bunun qiyməti neçə eləyir? Bir dənə baxın. Bunun qiyməti eləyir 0. Mənfi 1, müsbət 1, mənfi, müsbəti. Bu 0. Bu hara qədər gedəcək? Biz axırıncı dəfə bu i-ni harada tapmışdıq? Deməli, i üstü 7 eləmişdi. Müsbət 1, i üstü 8 eləmişdi. I üstü 8 neçə eləyir? Müsbət 1, daha doğrusu i üstü 8 müsbət 1. Onda deməli, i üstü 8 müsbət 1 isə, onda avtomatik bu i üstü 96-ya qədər gedəcəkdir. Yəni, i üstü 96 nə deməkdir? I üstü 96, i-nin kvadratı üstü 48. Yəni, i üstü 96 müsbət 1 deməkdir. Məsələn, ondan əvvəlki nədir? I üstü 95 nə olacaq? I üstü 95-i sən yaza bilərsən, i üstü 94 vur i kimi. I üstü 94-də mənfi e deməli. I üstü 94-də mənfi i'dir. Mənfi i'dir, düz dedim də. Mənfi i'dir. Yəni, i üstü 97 bəs neçədir? I üstü 97-də eləyir i üstü 96 vur i, yəni i üstü 96 müsbət 1, o da müsbət i. Elə eyni sıra axıra qədər gedir də. Ən axırıncı sırada elə həmin sıradır. I üstü 97-də müsbət i'dir, bundan əvvəlki mənfi i, mənfi, bunlar da gedir. Uşaqlar, bir də mənfi 2 plus i qaldı burada. Yəni, o ən birinci olan bu qaldı. Bax, bu 2-dən başlayaraq 97-yə qədər, bax, bunlar
4 qruplaşdırsaq, çünki məntiqlə düşünün də, 2-dən 97-yə qədər nə qədər ədəd var? 97-dən 2 çıxıb üstünə 1 gəlsəm, 96 dənə ədəd var. Bu da 4-ə bölünür də 4 qruplaşdırılır. 4 qruplaşdırılıb, bunlar da 0-a gedir. Deməli qaldı -2 +3. Çox qəşəng sualdır. Yəni orada deməli diqqətli olmalısın. Bu təhlükələr sistemində bu asandır. Deyir ki, A-nın hansı müəyyən natural qiymətində təhlükələr sisteminin həlli üçün X-lə Y tam ədədlərə daxil olsa, A-nın müəyyən natural qiymətində, uşaqlar, gəlin hələ bunu həll eləməyə çalışaq ümumiyyətlə. Uşaqlar, bunu həll eləmək üçün tərəf-tərəfə toplasam eləyəcək 2x plus ax 2x plus ax bərabərdir 13. Onda x də bərabərdir 13 bölünsün 2 plus a. Çünki burada mən əvvəlcə x-i çıxardanda yerdə nə qalır? X-i çıxardanda yerdə qalır 2 plus ax bərabər 13. Onda buradan da nə baş verir? Buradan da o baş verir ki, x bərabər 13 bölünsün 2 plus a. Düzdürmü? Aha. İndi burada bir şey var. Burada bir şey var. Burada əzizlərim, biz y-i tapanda bəs nətər eləyəcəksən? Gəlin yuxarıdan aşağıya çıxaq. Bir dəqiqə. Onun neçə natural qiymətində. Onda gətirək x-in qiymətini öz yerinə qoyaq. Ümumiyyətlə, y-i tapanda nə olacaq ki? Y-i tapanda 6 çıxılsın 2x. 2-ni də x-ə vuranda eləyir 26 bölünsün 2 plus a. Bu da eləyəcək 2 plus a-da 6 2'nin 12 plus 6a çıx 26. Bu da sənə verir 6a çıxılsın 14 çıxılsın 14 böl a plus 2. İndi bir dəqiqə. Sənə deyir, A-nın neçə natural qiymətində x-dan y z-də daxildir. Uşaqlar, burada A-ya qiymətlər verəndə z tam ədəd olmalıdır. Z tam ədəd olmalıdır. Çünki yenə deyirəm, bunları mən tərəf-tərəfə topladım. 2x plus ax eləmədi 13. Onda deməli, burada nə baş verəcək? 2 dənə qiymət olacaq. A, yəni ya 1 ola bilər. Bir nə idi? A ya ola bilər orada 11. A 11. Əslində A 1 dənə olur axı orada. A 11. Çünki niyə görə? A-nın müəyyən natural qiyməti deyir. A 1 dənə qiymət aldı da 11. Çünki A-ya başqa nə verə bilərsən ki 13-ə bölünsün? Heç nə. 11. Onda A 11 isə gətirib aşağıda A-nın yerinə, yəni avtomatik A-ya 11 verəndə x elədi neçə? X elədi 1. Onda A-ya 11 verəndə bu yanda görə y neçə olur? Amma x, y də z-dir. A-ya 11 verəndə 6, 11-in 66 çıx 14 bölünsün 13. Bu da eləyir 2, 52 bölünsün 13, 4 eləyir. Deməli, onda x1, y4 cəmidə 5 elədi. Yəni, A-nın 11 qiymətində bunlar baş verdi. Yəni, orta bir sual. Amma, yəni, vaxt aparan sualdır. Gəlin, bura baxaq hələ. Görək, burada nə yazıb? Deməli, sual 9-cu sualda gəlin bunu Euler-Venn diaqramı çəkim. Euler-Venn diaqramı çəkim. Ondan gözəl həll eləyək. Euler-Venn diaqramı çəkirəm. Hamımız bilirik ki, Euler-Venn diaqramında bura A-dır, bura B-dir, bura A ilə B-nin kəsişməsidir, bura A çıx B-dir, bura B çıx A-dır. Deyir ki, A və B çoxluqları üçün bu üç yazılış doğrudur. Deməli, uşaqlar, tutaq ki, NA olsun X, NA X. NA X-dir. NB də Y-dir. Yəni, NB-nin hamısı. Onda belə çıxır ki, kəsişmə NA çıx 4-dürsə, kəsişmə onda X çıx 4-dür. X çıx 4-dür.
həm də kəsişmə NB də Y-sə Y çıx 3. Və bunlar bir-birinə bərabərdirlər. Çünki özləri yazır burada. Yəni x minus 4 bərabər y minus 3. Buradan da hələ qalsın yerində. İndi sənə deyir birləşmə, sıx, kəsişmə. Uşaqlar, birləşmə, ümumiyyətlə birləşmənin düsturu belə idi də. Birləşmənin düsturu belə idi. Yəni A ilə B-nin birləşməsi deyil. Düstur belədir ki, NA plus NB çıxılsın NA ilə B-nin kəsişməsi. Düstur belədir. Burada bir dənə də kəsişmə çıxıblar. Yəni bir misalda bir dənə də NA çıxıb, bir dənə də çıxıblar bunu. Onda gəlin belə bir iş görək. NA-nın qiyməti x-dir. NB-nin qiyməti y. Sıx kəsişmə. Yəni kəsişməni çıxanda, kəsişmə burada məsələn x sıx 4-dür. Yəni bu NA çıxıb kəsişmə x sıx 4 deyil. Onda buradan x minus 4-ü çıxanda olacaq minus x plus 4. Eləcə də kəsişmə həm də y minus 3 deyil. Deməli, kəsişmə həm də y minus 3 isə buna çıxanda bu da eləcək minus y plus 3. Onda müsbət x mənfi x. Müsbət y mənfi y 7. Yəni bu da orta statistik bir sual. Uşaqlar, limitin maraqlı bir sualıdır. Deməli, standartımız var da bizim. Standartımız var ki, en sonsuzluğa gedəndə bu ardıcıllığın limitidir. Ardıcıllığın limitində nə etmək lazımdır? Ardıcıllığın limitində ən böyük dərəcəyə bölə. Ən böyük dərəcədə burada n-dir deyənə. Hər tərəfi n-ə bölsən uşaqlar. N-ə böləndə amma kökün altına keçəndə kvadrat kimi keçir. Olacaq 1 bölünsün n-in kvadratı plus 9. Bu yanda olacaq n-in kvadratına bölürsən də kökün altına keçəndə 1 çıx 1 bölü n-in kvadratı. Aşağıda olacaq yenə 1 bölünsün n-in kvadratı plus 9. Bu da olacaq 1 çıxılsın 1 bölü n kvadrat. Ədəd bölü sonsuzluq 0-dır, 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 0-dır. Burada qalır 9, kök altı 9'dan 3 çıxır. Buradan da kök altı 1-dən 1 çıxır. Üst üstə 1, 4. Burada isə 3 çıxır, 1 çıxanda 2, o da edir 2. Yəni limit sadə. Amma integralla törəmə gözümə dəyməmişdi deyəsən. Belə gözücü baxdım testlərə ki, görüm integral törəmə necə düşüb. Gördüm, yoxdur, onlar səhv etmirəmsə. Uşaqlar, bu çevrə sualıdır. Rahat bir suala bənzəyir. Deyir şəkildə o çevrənin mərkəzidir. BAC 45-dir. BAC, buranı veriblər 45. Onda BAC 45-də onda avtomatik bura neymiş? 90-da daxilə çəkilmiş bucaq söykəndə qövsün yarısı. Deməli, bura 90-dır. Mərkəzi bucaqda söykəndə qövsə bərabərdir. CB 8 kök 2. Əzlər, bura 8 kök 2-dirsə, 8 kök 2-dirsə, bu uşaqlar, OB ilə OC radiusdular. Çünki mərkəzlə birləşdirib. Onda deməli bu BOC bərabər yanlı, düzbucaqlı, üçbucaqlı. Onda hipotenuz 8 kök 2 isə deməli bu radius 8-dir. Yəni bu 8 ilə 8 olmalıdır ki, bu 8 kök 2 olsun. Radius 8. Yəni çox sadə bir çevrə sualı. Çevrəni təzə işlədik sürət qrupunda. Bu sual topluda bunun kopyası var. Yəni bu problemli olmamalıdır. Kopyası var deyəndə, yəni burada uşaqlar bu plusları bir götürək. Məxrəci A plus, söhbət A plus 1-lərdən. Minusları da bir götürək. Yəni burada elə bil ki, lap birinci, mənfini qabağa çıxardıram. Yəni burada mənfini qabağa çıxardıram. Möhtərəzədə yazacağım. A minus 1-də A kub. Çıxılsın A minus 1-də 1. Bilsən neynədim mən? Mənfini qabağa çıxartdım. Yəni bu ikisini yazdım. Mənfini qabağa çıxartdım. Bunu yazdım. Sonra. İndi ortaq məxrəc gətirəndə A plus 1-də A-nın kubu plus 1. Bu yanda da A minus 1-də A-nın kubu minus 1. Açılışı yazsam. Bu eləcə A plus 1. A kvadrat. A plus 1. A kvadrat minus A plus 1 bölünsün A plus 1. Burada da yəni A minus 1 A kvadrat plus A plus 1 bölünsün A minus 1. Belə. Yəni belə. İndi bu A plus 1 ilə A plus 1 getdi. Burada qaldı A kvadrat minus A plus 1. Burada da bundan bu gedir. Minus A kvadrat minus A plus 1. Onda bundan bu getdi.
Mənfi A, mənfi 2A plus 2. İndi mənfi 2-ni vuracağıq. A-nın qiyməti də mənfi 0,75-dir. Üstünə də 2 gələcək. Bu mənfi 2-ni vuranda buna nə edir? Mənfi 0,5 edir. Üstünə də 2 gələndə 2,5. C variantı. Sonra. Burada həndəsi ad verə bir gözəllik var. Deyir ki, ABCD düzbucaqlısında deyir BD 20-dir. Bir dəqiqə ABCD düzbucaqlısında BD 20-dir. Yəni diaqonalı 20 verir. Deyir AB-ni 3-ə vuranda BC eləyir. AB-ni 3-ə vuranda BC eləyirsə, məsələn AB əgər x-dırsa, AB-ni də 3-ə vuranda 3x, bura 3x. Buranda sən 20 veribsən. Pifagordan nə olur? Deyir ki, A təpəsindən BD diaqonalına qədər məsafə. Buradan bunu istəyir. Məsafə. O da düzbucaqlı üçbucaqlı. İndi Pifagora bir dənə baxaq hələ. Bu ABD üçbucağında düzbucaqlı üçbucaqda ABD. Pifagora görə x-in kvadratı plus bu 3x-in kvadratı. 9x kvadrat plus 10x kvadrat bərabərdir 20-nin kvadratı 400. X kvadrat bərabərdir 410-a böləndə 4. X də bərabərdir 2. Buraya elədi 2. Buraya elədi 6. Deməli bu AH-ı tapanda katetlərin hasilini bölsən hipotenuza. Yəni bu düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlük katetlərin hasilini hipotenuza nisbət edir. 0,6. Vot. Səhv elədim ki. Bəs niyə bu səhv oldu? Bir də baxım hələ. Deyir ABCD düzbucaqlısında AB-ni 3-ə vuranda BC alınır. BC 3x. BD-ni 20 verir. 3x-in kvadratı 9x kvadrat, bu da x 10x kvadrat bərabər 20-nin kvadratı 400 eləmir ki. Burada mən 400-ü 10-a bölüb 4 yazmışam. Sorry. Burada x 40-dır, əzizlərim. X kvadrat 40-dır. Qoy elə bu belə də qalsın. Heç x-i tapmağa bizə ehtiyac yoxdur. X-i nətər tapacaq? Uşaqlar, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlüyü tapanda katetlərin hasili hipotenuza nisbəti deyil. Katetlərin hasili 3x-i x-ə vuranda eləyir 3x kvadrat. Böləndə hipotenuza 20-yə böləndə. Onda burada x kvadrat 40 olduğuna görə 3 vurulsun 40 bölünsün 20. 6. Yəni asat bir sual. Hələ ki çətin. Bu maraqlı sualdır uşaqlar. Deməli, deyir ki, tənliyin həllinin varlığı üçün. Uşaqlar, bu tənliyin həllinin olması üçün gərək bu sağ tərəf ola böyük bərabər 0. Bura olmalıdır böyük bərabər 0. Bilsən niyə görə? Çünki bura mənfi olsa, ümumiyyətlə heç bunun həlli ola biləcəyi yox. Yəni bu 13a çıx a kvadrat çıxılsın 36 böyük bərabər 0. Yəni 0 da ola bilər, müsbət də ola bilər ki, həlli olsun. Onda bu da mənfiyə vuranda a kvadrat minus 13a plus 36 kiçik bərabər 0. Mənfiyə vurdum. Bu da uşaqlar 4 ilə 9-dur da. Yəni a minus 4, a minus 9. Çünki 4 ilə 9-un cəmi 13-dür, hasili 36-dır. İnterval çəkəndə bu da eləyir 4 ilə 9. Bu da eləyir belə. Plus, minus, plus. Bu da elədi 4 ilə 9. Suda ala biləcək qiymətlərin cəmi 4, 5, 6, 7, 8, 9. 9, 18, 8, 26, 13, 39. Mən nəyi səhv eləmişəm? İndi bir dəqiqə. Burada yəqin ki, nəyisə mən fikrimdən qaçırtmışam. Burada uşaqlar deyir ki, tənliyinin həllinin varlığı üçün. Bu ifadə burada bir şey var. Uşaqlar, ifadə sıfıra bərabər ola bilmir deyəsən. Bilsən niyə görə? Çünki bu ifadəni sıfıra bərabər eləsəm, yəni bu 13a minus a kvadrat minus 36, bunu sıfır eləsəm, onda nə olacaq? Bunu sıfır eləsəm, olacaq, bunun həlli olmayacaq.
Çünki surət sıfıra çevrilə bilmir. Deməli, onda sıfıra bərabər olanda da bunun həlli olmadı da. Bizə deyir həllinin varlığı üçün. Deməli, onda ciddi böyük sıfır olmalı. Yəni, burada artıq sən 4 ilə 9-u götürə bilməzsən. 4 ilə 9 ifadəni sıfıra çevirir. Ona görə bunlar getdi. Qaldı 5, 6, 11, bu da 15, 26. Maraqlı sual idi. Maraqlı sual idi. Aha, uşaqlar, 15-ci sualda görək ki, nə yazıblar. Bu vektor sualıdır. AB vektoru tapanda nə edirsən? Sondan başlanğıcı çıxırdın. Olacaq 1-dən 2 çıxanda -1, 4-dən 2 çıxanda 2, -4-dən -2 çıxanda -2. Sonra uşaqlar CD-ni tapanda uşaqlar D-dən C-ni çıxırdım. 0-dan -6 çıxanda 6, 6-dan 3 çıxanda 3, -6-dan 0 çıxanda -6. Yəni bunların arasındakı bucağın kosinusunu tapanda skaler hasili bölməliyəm modullarına. Skaler hasil -1 6-ya vuranda -6, 2-ni 3-ə vuranda 6, bu da 12. Modullarına böləndə kök altda -1-in kvartı 1, 2-nin kvartı 4, 2-nin kvartı 4. Bu da 6-nın kvartı 36, 3-ün kvartı 9, 6-nın kvartı 36. Yəni, iki vektor arasında qalan bucağın kosinusu necə tapılır? Skaler hasil bölünür bunların modullarına. Onda bu da elədi, 12 bölünsün. Bu kök altda 9, buradan 3 çıxır. Bu da 9 çıxır. 9-da 4. 9-da 4. Z variantı. Keçək bu suala görə bu sualda nədir? Deyir, ən kiçik 4 rəqəmli natural ədədlə ən kiçik 2 rəqəmli natural ədədin fərqi. Ən kiçik sadə ədədən neçə bölüşdür? Uşaqlar, ən kiçik 4 rəqəmli ədəd, elə burada əhəd yazıb. Ən kiçik 4 rəqəmli ədəd 1000-dir də, yəni bundan kiçik yoxdur. Ən kiçik 2 rəqəmli ədəd 10-dur. Bunların fərqi elədi 990. Deyir, ən kiçik sadə ədəddən neçə bölüşdür? Ən kiçik sadə ədəd 2-dir. 2-dən neçə dəfə bölüşdür? 495-dir. Yəni bu mırta qoyublar bu sual. Hə, gəldi çox bir baba suala, qəşəng suala. Bu da sualda nədir bu sual? Uşaqlar, gəlin gözəlliyi görək. Bax, burada x-m-in qrafiki aydın məsələ ki, bu özləri verib də, yəni. Özləri verib budur. Onda deməli, burada 4 nöqtəsi, deməli, burada m neçədir? 4. Yəni bu x-4-ün qrafiki. M4. M4. Onda deməli, uşaqlar, nə edəcəyik? Burada bu birisində də, yəni aydın məsələdir ki, fikir verin, bunlar nə iş görüblər? Burada diqqətli olacağımız məqam nədir? Qollar aşağıda bu mənfidir, bu fx-in qrafikidir və demişdik ki, x-in içində baş verən dəyişiklik nədir? X-in içində baş verən dəyişiklik modulun içidir. Yəni burada x minus k-dırsa, k budur. K buradır. K buradır. Yəni k qədər sağa sürüşdürülür və k qədər sağa sürüşdürülür və digər tərəfdən də bu yuxarıda bu nöqtə var, bu 6. Bu da onun nə idi? N-idir. N qədər də yuxarı qaldırıb. Deməli, N də 6-dır. Bayaqları burada M4 idi. N-i də tapdıq 6-dır. İndi qalıb orada K-dır, bir də P nöqtəsidir. İndi bunu da tapmaq çətin deyil. Funksiya budur, Gx funksiyası. Və özünüz də görürsünüz ki, Gx funksiyasında nə baş verəcək? Bu, fikir ver, bu 4 nöqtəsi var, bu M4. Bu fx-i də ödəyir də, çünki bu 4 nöqtəsindən də gəlib keçib, bax. Bu 4 nöqtəsindən də keçdiyinə görə, bu 4 nöqtəsində, yəni bu söhbət fx-dan gedir. Fx-in bu 4 nöqtəsində, yəni x-i 4-dürsə, y-i də 0-dır. Gətirə funksiyada yerinə qoy. X-in yerinə 4 qoyanda eləyəcək, belə, x-in yerinə 4 qoyanda eləyəcək 4 minus k plus 6 bərabər 0.
Yəni 4 0 nöqtəsini ödəyir də, oradan keçib. Onda buradan da eləyəcək 4 minus k bərabərdir 6. Bu da 4 minus k bərabər müsbət 6. 4 minus k bərabərdir mənfi 6. Buradan da k bərabərdir mənfi 2. Buradan da k bərabərdir 10. Təbii ki, 10'u götürəcəksən burada. 10'u götürəcəksən. Digər tərəfdən də əzizlər, görün düz elədim. Deməli, İndi digər tərəfdən də burada P-ni tapmaq da elə də çətin deyil. P-ni nətər tapacaqsan? Yenə də artıq biz bu Gx funksiyasını düzəltdik də. Gx funksiyası oldu mənfi x minus k, yəni x minus 10. X minus 10. Əncə görək bu yana. Qaçır elə burada. Bu x minus 10 plus 6. İndi burada bu P nöqtəsini kəsəndə nə 0 olur? P nöqtəsini kəsəndə aydın məsələdir ki, bu x-i kəsdiyinə görə bunun y-i 0'dır. Y-i 0. Gətirək y-i 0 verək. X-in yerinə P qoyaq. Bu da eləyəcək P minus 10 bərabərdir 6'ya. Bu da P minus 10 bərabərdir müsbət 6, mənfi 6. Aydın məsələdir ki, burada biz 16, bu müsbətin götür 16. Onda uşaqlar M4 K10 14 16 30 36. Çətin deyil. Bir dənə qrafiklərə baxıb tutmalısınız söhbət. Bu üçbucaq qaydasıdır. Yəni bu da aydın məsələdir. Üçbucaqla gedəcək. Deməli tangens alfa bunun məxrəcində heç nə yoxdursa, bunun məxrəcinə 1 desəm, tangens alfa olacaq. Bura olacaq 2 kök 2. Burada olacaq 1. Yəni tangens nə deməkdir? Tangens qarşıdakı katetin bitişik katete nisbəti deyilmi? Onda Pifagora görə bura 3'dür də, yəni 2 kök 2'nin kvartı 8 + 9 3. Ondan sonra bu nə olacaq bəs? Bu da pi ilə 2'də 3 pi neçənci rübdür? Aydın məsələdir ki, bu 3-cü rübdür. 3-cü rübdür və kosinus alfanı tapanda kosinus alfa bitişik katetin hipotenuza nisbəti deyil. Bu da 3-cü rübdə kosinus mənfidir. Yəni üçbucaq qaydası ilə həll edirsin. Sonra əzizlər, gəldik çıxdıq bir very good loqaritma. Uşaqlar, bu loqaritmanı gəlin bir dənə yolla yoxlayaq. Burada loqaritmada bilirsiniz ki, bu 2 ilə x-in yerin dəyişəndə 1 bölünsün yazılıraq. Loqaritma x əsasdan 2. Burada da 1 bölünsün loqaritma x əsasdan 3. Bərabərdir 1. Maraqlıdır. Ortaq məxrəc gətirəndə loqaritma x əsasdan 2-dən, loqaritma x əsasdan 3-dən hasil. Çarpaz vuranda loqaritma x əsasdan 3 plus loqaritma x əsasdan 2 bərabərdir 1. Surət edir loqaritma x əsasdan 6 bərabərdir. Bu yana elədir. Loqaritma x əsasdan 2 vurulsun loqaritma x əsasdan 3. Nə iyrənç. Burada bəs yaxşı. Bunu nətər tapaq? Bunu tapa bilmirəm axı. Ya da gəlin belə eləməyək. Başqa bir şey eləyək. Bir dənə də yöntəm var uşaqlar. Bir dənə burada bəlkə də çıxarır buradan. Prosta nəsə gözü altını da görürük. Bu 6 da x əsasdan 2 plus x əsasdan 3. Onsuz da belə idi, belə yazılmışdı. Yəni 6-nı təzədən 2 vur 3 kimi yazsam x əsasdan 2 plus x əsasdan 3. Bu isə x əsasdan 2 vur x əsasdan 3. Sonra. Burada buna biz t ilə əvəzləsək. Bunu o birisi yolunu yoxlamaq istəyirəm. Bunu o birisi yolunu bilsən nəyi yoxlamaq istəyirəm. Bir dənə qoyuna baxım, sonra qayda da bilərik. 1'i belə yazmaq istəyirəm. Məsələn, loqaritma 2 əsasdan x plus loqaritma 3 əsasdan x deyil. Tutaq ki, 1'i yazıram loqaritma məsələn də, yəni 3 əsasdan 3. Onda buradan loqaritma 2 əsasdan x bərabərdir. Loqaritma 3 əsasdan 3 sıx loqaritma x əsasdan 3. Bu da eləyəcək loqaritma 2 əsasdan x bərabərdir. Loqaritma 3 əsasdan
Yox, ana 3 əsasdan. Burada bunların əsasları üçün fərqlidir. Bir dəqiqə. Stop. Ya mən onu niyə... Bir dəqiqə, mən burada düz eləmişəm. Burada mən 3 əsasdan x deyə bu. 3 əsasdan x-dir bu. Hə. Bu olur loqaritma 2 əsasdan x bərabərdir. Loqaritma 3 əsasdan 3 bölü x. Hə, deyəsən nəsə çıxır. 3 bölü x. Bəxsət. İndi bunu gəlin hər tərəfini 2 əsasdan loqaritmləyək. Nə olacaq? Yox. 2 ilə 3, 6 əsasa gətirməliyik burada. 6 əsas söhbəti var. Bir dəqiqə, bu maraqlı sualdır. Maraqlı sual. Görəsən bu necə olacaq? Bir dəqiqə. Bunun hər tərəfini 6 əsasdan loqaritmləsəm, 6 əsasdan nə olacaq? Seçdim. Bir dəqiqə uşaqlar, görün başqa nə etmək olar bunu. Deməli bunu başqa cür loqaritma 2 əsasdan x-ə bir dənə t desək, tez. X bərabər 2 üstü t. X-in yenə 2 üstü t qoysam. Yəni x oldu 2 üstü t. Onda loqaritma 2 əsasdan x-ə nə demişəm? T demişəm. T plus. Bu da loqaritma 3 əsasdan x-in yerinə gətirib 2 üstü t yazsam. Onda t də qabağa çıxır t plus. Aha, deyəsən tapıram. T keçdi qabağa. Oldu loqaritma 3 əsasdan 2. Buradan t-ni çıxartsam yerdə qaldı 1 plus loqaritma 3 əsasdan 2. Bərabər 1. Buradan da t bərabərdir. 1 bölünsün 1 plus loqaritma 3 əsasdan 2. Belə bir şey. Və hətta bunu belə bir şey də eləyə bilərəm. 1-i yazıram loqaritma 3 əsasdan 3. Əla. Plus loqaritma 3 əsasdan 2. Onda əzizlərim, bu eləcək loqaritma 3 əsasdan 6. 3 əsasdan 6. Bir şey daha cavab tapdım. Bu da tərsinə çevirəndə eləcək loqaritma 6 əsasdan 3. Bu t-nin qiyməti. Gətirib t-nin yerinə də yazanda o qiyməti 2 üstündə loqaritma 6 əsasdan 3. Bu da sizin cavab. 2 üstündə aldı. Uşaq, çox qəşəng sual. Deməli, bir də izah edeyim, necə elədim. Bax, bu loqaritma 2 əsasdan x-ə bir dənə t dedim. Onda x bərabər oldu 2 üstü t. Gətirdim, loqaritma 2 əsasdan x-in yerinə t qoydum. X-in də yerinə 2 üstü t qoydum. T qabağa keçdi. Sonra buradan t-ni ortaq çıxartdım. Qaldı 1 plus loqaritma 3 əsasdan 2 vur t bərabər 1. T də bərabər 1 bölünsün. 1 plus loqaritma 3 əsasdan 2. 1-in yerinə yazdım loqaritma 3 əsasdan 3. Toplayanda əsaslar vuruldu bir-birinə. Onda bu da elədi loqaritma 3 əsasdan 6. Surətə qaldıranda da 6 əsasdan 3. T-nin qiyməti də aparıb yerinə də yazanda məsələ bitmişdir. Deməli uşaqlar. Burada görə nə edeyim? Görüm elə burada əhəd düz eləyibsə bunun üstündən gedək. Deyir bərabərsin ən böyük tam əlini tap. Əhəd nə edeyib burada? Əhəd götürüb burada x üstü 6 ilə x üstü 4-dən x-in üstü 4-ü çıxardıb qalıb x kvadrat plus 1. Sonra mənfi 15 x-in kubu, bir də mənfi 15 üstü 5-dən burada mənfi 15 x-in kubunu çıxardıb qalıb x kvadrat plus 1. X kvadrat plus 1-i çıxardıb. Sonra bu x üstü 4 yerdə qalıb çıx 15 x kub. Buradan x üstü 3-ü də çıxardıb qalıb x çıx 15 kiçik 0. Uşaqlar, bu həmişə müsbətdir x kvadrat plus 1. Bu heç vaxt mənfi ola bilməz. Çünki kvadrat həmişə müsbətdir, üstünə 1 gəlir. Yerdə nə qaldı? Yerdə qaldı x kub vurulsun, x minus 15. Kiçik 0. İnterval çəkəndə 0 ilə 15 plus minus plus. Onda 0 ilə 15 isə ən kiçik həllidə, ən böyük həllidə nə oldu? 14. Yəni bərabərlik asan idi. Hələ suallar, əjdahalar qabaqdadır, hələ.
Bir saatdə savalayırıq, 20 dənə sual eləmişik. Yəni uşaqlar vaxt taparam suallarda görürsünüz. Elə belə suallar deyil. Hə. Deməli uşaqlar, gəlin neyniyək? Gəlin neyniyək? Deməli əzizlər, deyir mərkəzləri bir düz xətt üzərində olan 6 konqruent kürə və kürə biri digərinə xaricidən toxunmaqla arzulu düzülür. Yəni belədir də. Bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, bu da olsun 6 dənə. Deməli, mərkəzləri bir düz xətt üzərindədir. Belə bir şey. Mərkəzlər bir düz xəttin üzərindədir. Hamısının mərkəzidir belə. Bir düz xətt üzərindədir. 6 dənə bərabər kürə konqruent. Yaz da sən. Bu niyə götürmür? Deyir, biri digərinə xaricdən arzulu düzülür. Əla. Deyir, birinci və sonuncu kürənin mərkəzləri arasındakı məsafə 30. Uşaqlar, birinci ilə sonuncu, bax, belə deyim də sizə. Bax, hamısı bunların erləri eynidir. Hamısının erləri eynidir. Hamısı. Çünki konqruensiyadır. Onda birinci ilə sonuncunun kürəsi bu A ilə B-nin arasındakı məsafədir. Orada neçə dənə er var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə erdir. O birinci ilə sonuncunun mərkəzləri arasındakı məsafə. 30-dursa, erdə neçədir? 30-u 10-a böləndə 3. Er 3. İndi deyir, bir kürənin həcmini tap. Er 3-dürsə, həcmdə olacaq 3-də 4 pi r kub deyildi. Birinin həcmi. 3-də 4 pi vur, rad üstə 3-dürsə kubu 27-dir. 36 pi. 36 pi. C variantı. Su. Uşaqlar 21-dən sonra gəlir 22. Bu sual da çox asan sualdır. Yəni topluda var bu sualda. Deyir ki, x-in hansı qiymətlərini ədədi yazılan arada həndəsiz. Həndəsi silsilədə qayda belə idi ki, ortadakının kvadratı bərabərdir qıraqdakıların hasılı. Bunun kvadratı eləyir ortadakının 2 sinus kvadrat x bərabərdir 3 kosinus. Buradan uşaqlar sinus kvadrat hamı bilir ki, burada dərəcəni aşağı salmayacağım. Çünki dərəcəni aşağı salsam arqument dəyişər. 1 çıx kosinus kvadrat. Yəni sinus kvadrat 1 çıx kosinus kvadrat. 2-yə də vuranda eləyəcək 2 çıx 2 kosinus kvadrat. Bərabər 3 kosinus. Hamısını sağa atıram. Eləyəcək 2 kosinus kvadrat plus 3 kosinus çıx 2 bərabərdir 0. Hamısını attım sağa. Onda uşaqlar kosinus x bərabər t-dirsə, eləyəcək 2t kvadrat plus 3t çıxılsın 2 bərabər 0. Buradan da diskriminant eləyəcək 9 plus 4 2-nin 8 2-nin 16 bərabər 25. Bərabər 25. T1 bərabərdir mənfi 1, mənfi 3 minus kökətlədir bölü 2-yə, mənfi 2. T2 də bərabər mənfi 3 plus 5 bölünsün 4. 2-də 1. Belə, 5-dən 3 çıxanda 2 bölü 4, 2-də 1. Onda kosinus x bərabər nə oldu? 2-də 1. Kosinus x 2-də 1-dirsə, x nə olacaq? Kosinusun düsturu belə idi, plus minus. Pi bölünsün 3 plus 2 pi kat. Çünki 2-də 1 kosinus 60-da alır. Plus minus pi bölü 3 plus 2 pi kat. B. Yəni bu da normal çətin olmayan sual idi. Gəldik gözəllikdən 3 buzaq sualı var. Həndəsə gözəllikdir. Uşaqlar deməli deyir, MBN 40-dırsa, avtomatik bu 40-dırsa bu da 40-da aydın məsələdir ki, qarşılıqlı bucaqlardır. Və yazıb ki, ABC üçbucağının AF və S'yi tənbölənləri, əzizim, alfa, alfa. Bu niyə yazılır? Bütün əsəblərin körlüyü bu qələm məsələləri ekranda. Aha, bu alfadırsa bu da alfadır. Bu betadırsa bu da betadır. Çünki tənbölənlər də özü deyir, AF və SY. İndi ABC üçbucağında uşaqlar, üçbucağın daxili bucaqlarının cəmi nədir? 180 deyil. Onda deməli bu 2 alfa ilə 2 betanın cəmi neçədir? 140 deyil. Deməli alfa ilə betanın da cəmi 142-yə böləndə 70 deyil.
Onda alfa ilə betanın cəmi 170 isə onda bura nədir? Bura 110 da 2 180 olsun. AOC 180 olsun. Onda bu 110 isə burada nədir? 70'dir. Deməli onda bu tənbələnlərin arasındakı iti bucağı nə oldu? 70 oldu. Yəni 110 ilə 70'dən 70. Aha. Gəldik çıxdıq əjdaha bir fəza sualına. Görə hələ burada bizə nə istəyir? Nə verirlər bizə? Nə deyirlər bizə? Nə istəyirlər bizə? Uşaqlar deyir, DABS üçbucaqlı piramidasının CD tili üzərində Y nöqtəsi götürülmüşdür. DO və YM parçaları uyğun olaraq bu DO uşaqlar DABS piramidasının YM isə YABS piramidasının hündürlüyüdür. Elə bil Y nöqtəsini götürüb burada da bir dənə piramida qurublar da. Yəni bu YABS bir dənə piramidadır və onların hündürlükləridir və yazıb bunların həcmlər nisbəti 1,2-dir. Uşaqlar bu iki piramidanın ikisinin də oturacaqları eynidir. Hündürlükləri fərqlidir. Və həcmlər nisbəti 1,2-dir. İndi gəlin həcmlərini götürək. Uşaqlar bu DABC-nin həcmi nə olacaq? DABC-nin həcmi ümumiyyətlə piramidanın həcmi 3/1 S oturacaq vurulsun H-dır. Yəni burada oturacaqlar eynidir, amma H-ları bu DO-dur. Bölünsün. Bəs bu YABS-nin həcmi nə olacaq? YABS-nin də həcmi olacaq. Yenə də 3/1 S oturacaq vurulsun. Onun da H-ı nə oldu? YM. Bərabərdir 1,2. Yəni 5/6. Onda əzizlərim bu S oturacaqları eyni idi. Getdi, yerdə qaldı. DO bölünsün YH bərabər 6/5. Aha. Bizə isə deyir ki, YS bölünsün DY. İndi uşaqlar burada bir dənə oxşar üçbucaqlar var. Bilirsən hansı oxşar üçbucaqlar? Mən dedikcə siz üçbucağa baxın. DOC üçbucağı oxşardır YMC üçbucağına. Və uşaqlar burada oxşar olduqlarına görə bu S bucaqları hər ikisi üçün eynidir və bu S-nin böyük üçbucaqda, yəni DOC üçbucağında S-nin qabağındakı OD-nin, yəni DO-nun balaca üçbucaqda bu YMC üçbucağında S-nin qabağındakı YM-ə nisbəti bayaqları burada mən YH nəyə yazmışam? YM yazmalıydım. Bu YH nədir? YM. Hündürlük, balaca piramidanın hündürlüyü YM-dir. Bu nisbət bərabərdir. Burada 90'ın qabağındakı YS-nin, birinci şeyi götürək, DC-ni götürək. DC. Çünki birinci mən böyük DOC-ni götürmüşdüm. 90'ın qabağında DC-nin balaca üçbucaq 90'ın YS nisbəti. Uşaqlar bu DC-ni də belə, bu özü də bu nisbət nəyə bərabərdir? 6/5. Onda DC bütövlükdə 6x, YS də 5x. Onda avtomatik DY nə oldu? X. Onda YS-nin qiyməti nədir? YS-nin qiyməti 5x-dırsa, DC-nin də qiyməti, DY-nin qiyməti x-sa nə olur? 5. Yəni birinci burada sən bu piramidaların həcmlərin nisbətini yazanda DO bölünsün YM-i tapdın. Sonra da burada oxşarlığı görməliydin. Yəni elə şəkilə kənardan baxanda burada bir dənə görsənir ki, bu da hündürlükdür. Bu da hündürlükdür. Yəni bu oxşarlıq getdi. Yəni orta bir sual, çox da çətin deyil. Bu 25 asaddır, deyir ki, M-in hansı qiymətində ifadəsi çoxədli olar. Uşaqlar, ifadənin çoxədli olması üçün deməli məxrəc ola bilməz orada. Yəni məxrəc olmamalıdır. Deməli onda belə çıxır ki, surətdəki ifadə məxrəcə tam bölünür. Tam bölünür ki, bu çoxədli olur da, tam bölünməsə çoxədli olmayacaq. Məxrəcdə dəyişən olanda çoxədli olmur. Əgər surət məxrəcə tam bölünürsə, deməli məxrəc surətin vuruqlarından biridir. Yəni x-1 qısası bu surətdəki ifadənin vuruğudur. Əgər x-1 onun vuruğudursa, deməli o vuruğu sıfıra çevirən qiymət çoxədlini sıfıra çevirmirdi. Deməli x-1-i sıfıra çevirən qiymət bu surəti də sıfıra çevirir.
X minus 1-i sıfıra çevirən qiymət 1-dir. 1 surəti sıfıra çevirirsə, gətirsən yuxarıda X-a 1 versən, 1 plus M çıx 1 bərabər 0, 7-dir bu. M də bərabər oldu 6. Bu cür. Yəni, məxrəc surəti, deməli, məxrəc surətdəki ifadənin vuruqlarından biridirsə, deməli, vuruğu sıfıra çevirən qiymət ifadəni də sıfıra çevirdiyinə görə, deməli, onda məxrəci sıfıra çevirən qiymət 1 surətin də köküdür. Sonra gəldik bir dənə əjdaha ehtimal sual. Görək bu nədir? Söz yığınına bax hələ burada. Burada uşaqlar üçlü bir şey çəkməliyik. Üçlü bir Euler-Venn diaqramı çəkməliyik. Çünki bax uşaqlar, bu A olsun, bu B olsun, bu C olsun. Əzizlərim, bura A-nın B-nin kəsməsidir. Bura B-nin C-nin kəsməsidir. Burada A-nın C-nin kəsməsidir. Burada 3-ünün kəsməsidir. A, B, B, C. Uşaqlar deyir, sinifdə 40 şagird var. Deyir, 19-unun velosipedi. Tutaq ki, velosiped buradadır. 19-unun velosipedi. 21-in telefonu. Telefon budur. 21-nin telefonu. Bu da olsun kompüter. Kompüter, 16-sının kompüteri var. Deyir ki, onlardan 11-inin həm velosipedi, həm telefon. Velosipedlə telefonun kəsişməsi bu A kəsişmə B-dir. Bura 11-dir. Çünki A ilə B-nin kəsişməsi telefonla, velosipedlə telefon. 12-sinin deyir telefonla kompüter. Telefonla kompüter buradır. 12 də buradadır. Sonra yazıb, 6-sının isə həm velosipedi, həm də kompüteri var. 6-sının isə həm velosipedi, həm də kompüteri var. Həm velosipedi, həm də kompüteri olan da buraydı. 6-sı buradır. Deyir, 3 şagirdin həm velosipedi, həm də kompüteri, 3 şagird də onda buradadır. Onda uşaqlar, nə var ki, onda bu 19 bütöv deyildi. Bu 19-un deməli 11, 3, 6 nə qədər oldu? 11, 3. 20. Bana ne tər? Bir dəqiqə. Mən bir dənə şey səhv eləmişəm burada. Burada bir dəqiqə. Euler-Venn diaqramda nə səhv elədim? Euler-Venn diaqramında mən bir dənə şey səhv eləmişəm. Uşaqlar. Euler-Venn diaqramında bir dənə şey nə səhv eləmişəm? Bu üçü daxildə axı bunların ortaqlarına. Üçü daxildir də ortaqlarına bunların. Deməli, onda bunların üçünün kəsişməsi 3-dür. İndi ümumiyyətlə heç ona ehtiyac varmı? Bir dənə baxım hələ. Ehtiyac olacaq da. Çünki burada yazıb ki, velosiped, telefon və kompüter heç birinin olmaması. Yəni, gəlin görək burada ümumiyyətlə necə olur? Onun düsturu var idi də. Düstur belə idi də, uşaqlar. Düstur belədir də. Tutaq ki, 3-ü kəsişərsə, düstur belə idi də, NA plus NB plus NC çıx 2-2 kəsişənləri çıxırsan, çıx NA ilə B-nin kəsişməsin, çıx NA ilə C-nin kəsişməsin, çıx NB ilə C-nin kəsişməsin. Uşaqlar, bir də çıxırsan 3-ünün də kəsişməsin. 3-ünün də kəsişməsin çıxırsan. Onda belə çıxır ki, NA nə qədədir? 19, 21, 16, çıx 2-2, 11, çıx 12 və 6. Bir dəqiqə, üz istəyirəm. Burada mən plus yazmalıyam. Burada çünki axı sən bu AB-ni, AC-ni, BC-ni çıxanda bunu çıxmışsan, kəsməni çıxsan üstünə gəlsən. Çünki onu çox çıxdım. Burada üstünə də gələndə bu 3-ü. Onda nə edir? 19 ilə 21-in cəmi 40, 16, 56. 56-dan da çıxırsan bunları da toplayanda eləyir 20, deməli 23, 29, 26. Bu da neçə eləyir? 30. Deməli uşaqlar 30
şagird deməli birləşməni verdi. Yəni 30 şagird iştirak edib. 40 şagird var idi burada da. Onda onu heç birində iştirak eləməyib. Onu heç birində iştirak etməyib. Onda deyir ki bizə heç birində olmaması, yəni 10 şagird heç birində deyil, ümumidə 40 şagird var idi. 4də 1 də 0,25. Bilirsən, bu düsturu yadında saxla. Üçlü olanda NA plus NB plus NC çıx NA-la B-nin kəsməsi, çıx NA-la C-nin kəsməsi, çıx NB-lə C-nin kəsməsi. Yəni 2-2 kəsmələr çıxsan, amma üçlü kəsmənin üstünə gəlsən. Çünki o NA, AB, AC də onun içində var da. Ona görə bir dəfə üstünə gəlirsin. Uşaqlar, bu törəmə, buradaymış törəmə. Uşaqlar, gərək törəməsini tapaq. Deməli, uşaqlar, burada birincinin törəməsi kəsirin törəməsidir. Kəsirin törəməsini tapanda surətin törəməsi vur məxrəc çıxılsın, məxrəcin törəməsi vur surət bölünsün məxrəcin kvadrat. Onda uşaqlar, surətin törəməsi, x-in törəməsi getdi, x kvadrat plus 1. Burada x kvadrat plus 1-in törəməsi 2x-dir. 2x-də x-ə vuranda çıx 2x kvadrat. Bölünsün x kvadrat plus 1-in kvadratı. Bu da ən yekunda eləyir. Mənfi x kvadrat plus 1 bölünsün x kvadrat plus 1-in kvadratı. Bərabər 0. Onda buradan belə çıxır ki, bu mənfi x kvadrat plus 1-i 0 eləyəndə x kvadrat bərabər 1, x də bərabər plus minus 1. Uşaqlar, görək burada 2 dənə nöqtə alınır. Bunlar böhran nöqtədirlərmi? Uşaqlar, böhran nöqtə nə idi? Böhran nöqtə törəmənin sıfıra çevrildiyi və yaxud da törəmənin olmadığı daxili nöqtələrə. Əzizlər, burada daxili nöqtələrdirmi? Baxaq görək plus müsbət 1-ə mənfi 1. Bəli, daxili nöqtədə, çünki bunun təyin oblastı. Təyin oblastı hər şey ola bilər burada. Deməli, daxili 2 böhran nöqtəsi var. Onda deməli, C variantı 1-ə getdi. Sonra uşaqlar, törəmə həmişə müsbətdir, yoxsa burada mənfidir. Niyə baxıram? Bütün ədəd oxunda artan o deməkdir ki, bu törəmə həmişə müsbətdir. Və yaxud da azalan o deməkdir, törəmə həmişə mənfidir. Uşaqlar, bunun törəməsi həmişə mənfidir də. Çünki burada yazıblar mənfi x kvadrat plus 1 bölünsün x kvadrat plus 1. Gəlin bunu hələ biz kiçik bərabər 0 götürək. Məxrəc həmişə nədir? Müsbətdir, surət mənfi olmalıdır. Yox, bu həmişə mənfi olmadı ki. Həmişə azalan olmadı ki. Bu müəyyən yerdə azalır. Çünki bu elədir. Mənfi x kvadrat plus 1 kiçik bərabər 0. Bu da x kvadrat çıx 1 böyük bərabər 0. Yox, bu həmişə şey olmadı. Həmişə olmadı. Keçək o birisinə, ikinci ifadəyə. İkinci ifadədə törəməsini tapanda 5x üstü 4 plus 5 qabağa keçdi, bir dənə azaldı. 3 qabağa keçir. 21x-in kvadratı. Bax, uşaqlar, bu həmişə artan olacaq. Törəmə böyük bərabər 0-dırsa, həmişə artandır. Ümumiyyətlə, burada bunu 0-a bərabərləsək, burada x kvadrat çıxır. Nə baş verir burada? Olur 5x kvadrat plus 21. Burada böhran nöqtə var da, yəni x-i 0-a çevirən qiymət, x-ə 0 verəndə törəmə 0 olur və 0 da bunun da böhran nöqtə var burada. Amma bir dənədir böhran nöqtə. Bu, bütün ədəd oxunda artandır da. Bütün ədəd oxunda. Törəmə böyük bərabər 0 olanda nə baş verir? Bütün ədəd oxunda artır da. Aha. Bunda da var da. Ekstrem nöqtəsi yoxdur. Niyə ki, ekstrem nöqtəsi var da. F törəmə 1 görək mənfi 1 eləmir? Yox. Birincidə F törəmə 1 nə oldu? Birincidə hələ görək bu A variantı hansına uyğun gəlir?
Burada yəni uşaqlar buna uyğun gəldi D variantı da, yəni bütün ədəd oxunda artır. Çünki burada x-in hamısı müsbət D variantı. Bu f törəmə 1, gəlin törəmədə 1 verək. Törəmədə 1 verəndə mənfi 1, yox 0 olurdu. O A variantı getmir. 3-ün törəməsini tapaq. Kök x-in törəməsi 1 bölü 2 kök x. Sıx 3 bərabər 0. Bu da 2 bölünsün kök x. 3'ü keçirtdim sağa. 3 kök x bərabərdir 2. Kök x bərabərdir 2 bölü 3. Kvadrata qaldıranda x bərabər 9'da 4. X 9'da 4 elədi. Sonra burada f törəmə 1'ə baxaq. Mənfi 1 olur mu? F törəmə 1 qoyanda törəmə buyutda f törəmə 1 bəli mənfi 1 elədi. 3'ə gəlir A variantı. Hə, indi burada uşaqlar başqa nə gözümüzdən qaçdı? Ekstrem nöqtəsi yoxdur, burada uyğun gələni yoxdur. Eləcə də bütün ədəd oxunda azalan hansı idi burada? Bütün ədəd oxunda azalırdı. Daha doğrusu bütün ədəd oxunda azalan burada. Bütün ədəd oxunda azalan yoxdur burada. Bir şey uyğun gəlmir. Buna uyğun yoxdur. Eləcə də ekstremum nöqtəsi yoxdur. Ekstremum nöqtəsi yoxdur. Buna da uyğun gələn görmədim. Keçək bunlara. Deməli uşaq bu sualdan məsələlərimizin içərisində var idi. Yəni yəqin ki yadınızdadır. Deyir, bir qrup adamın 14 günlük səfərinə müəyyən məbləğdə pul ayrılmışdır. Tutaq ki x manat pul ayrılıb. Yəni bir qrup adamın bir qrupa 14 günlük səfərinə müəyyən məbləğdə pul ayrılıb. Yəni məsələn x manat. Deyir, lakin həmin səfərdə 3 nəfər iştirak edə bilmədi. Hə. İndi uşaqlar, burada məsələ nədir? Burada məsələ nədir? İndi 14 günə x nəfər x manat pul ayrılıbsa 14 günə x manat pul ayrılıbsa. İndi burada bir şey var da, o neçə nəfərə o ayrılıb, o da bilinmir. Gəlin belə bir iş görək. Bunu üçlü tənasüb eləyək bəlkə. Deməli, bir dəqiqə, ya da ki x manat. İndi burada bir şey var ki, bir dəqiqə, neçə nəfər çıxmalı idi. Tutaq ki, uşaqlar, əvvəlcə y-dan çıxmalı idi. Yəni, belə eləyək də, yəni bir qrupda y adam var. Y adam var bir qrupda. Və 14 günlə y adam var. Onda olsun 14 y adam. Yəni y adam var. 14 gün. Məsələn 5 adam. Məsələn deyirəm. Bir qrup adamın 14 gün səfərinə müəyyən məbləğdə pul ayrılıb. Tutaq ki, x manat. İndi 3 nəfər iştirak edə bilmirsə, hə, başa düşdüm uşaqlar. Biz burada məsələ nədir? Burada biz pulla eləməyək, insan sayıyla eləyək. Yəni 14 gün uyğun gəlir neçənə? X nəfərə. Yəni x nəfər adam var. Mən burada y adam demişəm. X adam var.
Bu X adama 14 günə bu pul bəs eləyir. Bəs 3 nəfər iştirak edə bilmirsə, yəni bu onda belə çıxır ki, nə qədər pul var? Tuta bilmirəm söhbəti. 3 nəfər iştirak edə bilmirsə, deməli adamın sayı x-3-dür. Bu zamanda 16 gün bəs eləyir. Onda bir dəqiqə. Biz burada insan sayını tapaq yoxsa tapmayaq? O qədər yorulmuşam. Başım işləmir. Tənasüb kimi həll eləsək bunu düz verər ki, biraz məntiqsiz gəlir mənə o tənasüb. Ki, yəni X adama, X nəfərə 14 gün bəs eləyirdi, X-3-ə də 16 gün bəs eləyir. Amma bu düzmü tənasübdə? Bəli. Çünki adamın sayı azalanda tərs mütənasibdir bu. Çünki adamın sayı azalanda gün artdı da tərs mütənasibdir. Yəni olacaq 14x bərabərdir 16 vurulsun x-3. Bu da 14x bərabərdir 16x çıxır 8. Onda 48 də bərabərdir 2x x-24. Onda belə çıxır ki, 24 nəfərə 14 günə bəsdirsə, 21 nəfərdə 16 günə. Qutardı, getdi. Əvvəlcə neçə nəfər çıxmalı idi? 24 nəfər çıxmalı idi. Uşaqlar, isbata gəlin baxaq. Görək bu nə isbatı? İsbatı necə yerini dəyişdiriblər? Həmişə 30 isbatı idi. Bu dəfə yerini dəyişdiriblər, eləyiblər 29. Görək burada nə deyəcək bizə? Yəni, baxın, fikirləşim, siz də fikirləşin. Çünki mən bu sualları ilk dəfədə görürəm, uşaqlar. FSY burada. Sonra AD çıxacaq və uşaqlar, deməli burada məsələ nədir? Bizə ümumiyyətlə gəlin görün nə istəyir? Bizə istəyir ki, ABC düzgün üçbucaqdır. Yəni bu ABC düzgün üçbucaqdır. Yəni burada bu AC var, bu A'dır. Bu da A'dır, bu BC. Bu AB də A'dır. Yəni bunlar bərabər, bunu özləri verib sənə. İndi sonra deyir ki, bunun ABC-nin tərəflərinin uzantıları ardıcı olaraq bərabər parçalar ayrılır. Yəni bunlar da bərabərdir. Yəni bu B-dir, burada B-dir, burada B-dir. Yəni o bərabər sayılır. Onda belə çıxır ki, burada məsələn FC də bərabərdir. FC də bərabərdir BY, o da bərabərdir AD. AD. A plus B. İndi uşaqlar, burada oxşarlıqla bu gedəcək və oxşarlıq hansı oxşarlıq olacaq? Onu göstərmək istəyirəm sizə. Oxşarlıq hansı oxşarlıq olacaq? Birincisi, mən görürəm ki, bu 60-dır, bu da 60-dır, bu da 60-dır. Çünki niyə 60-60-60-dır? Çünki bunlar bərabər tərəflidir. Onda bu 60 ise bura nədir? Bura 120'dir. Bu 60 ise bura nədir? Burada 120'dir. 60 ise burada. İndi burada uşaqlar elə avtomatik buradan görsəndi ki, FSY, sonra FAD üçbucaqları hamısı oxşardılar. FAD, FSY və YBD. Bilirsən niyə görə? Çünki FSY üçbucağında da tərəflər eynidir. Yəni üçbucağın şəklini çəkə bilərik burada. Tərəflər eynidir.
Bunda da bura B'dir. Bura B plus A'dır. Burası 120'dir. Şəkilə baxın. F, C-yə. F, A-D-yə baxın bir dənə. F, A-D. F, A-D-də də həmin söhbət. Burada da. Yəni özünüz görürsünüz ki, burası F, A-D. F, A tərəfi B-dir. Yəni bir tərəfi B-dir. Bir tərəfi B plus A-dır. Burası da 120'dir. Eləcə də YB-də də həmin söhbətdir. YB-də də şəkildə nədir? YB-də də şəkildə bura B plus A, bura A, bura 120. Deməli, onda bunlar oxşardır. İndi bizə deyir ki, ispat edin ki, DYF üçbucağı DYF üçbucağı da düzgündür. İndi uşaqlar, bunlar bir-birinə, üçü də bir-birinə oxşar olduğuna görə oxşarlıqda da qayda belədir ki, yəni iki tərəf bərabərdirsə, deməli, onda bunların üçüncü tərəflərdə hamısının eynidir. Yəni, biz ispat elədik, yəni sübut elədik ki, bunlar üçü də bir-birinə nədirlər? Oxşardırlar. Onda bunlar üçü də oxşardırlarsa, aydın məsələdir ki, bunların, bir şey də var burada. Bunlar oxşardılar. Və burada tərəflər də eynidir. Yəni, deməli, bunlar kongruentdirlər. Oxşarlıqdan da əlavə kongruentdirlər. Yəni, çünki oxşardılar, üstəgəl oxşarlıqdan da əlavə bunların tərəfləri də eynidir. Başa düşdünüz? Həm oxşardılar, həm də demək kongruent. Kongruentsə deməli, bunların üçüncü tərəfləri də eynidir. Yəni, ispat olunur ki, deməli, bu da üçü də eynidir. Yəni, nisbətləri yazsa sonra görürüz. Maraqlı ispat idi, yəni biraz fərqli tipdə. Gələk buna görə bu da nədir? Bu öyünləri bunun bənzəri var idi topluda. Orada 3 dənə çevrəni birləşdirmişdi. Deyir, alfa müstəvisi üzərində radiusları 2 olan 4 çevrə bir-birinə şəkildə kimi toxunur. Yəni topluda var da bu son yenisi. Orada 3 çevrəni birləşdirdi. Deyir, alfa müstəvisi üzərində olmayan M nöqtəsi bu çevrələrin mərkəzindən kök 17 məsafədə olarsa. Alfanın üzərində olmayan M nöqtəsi bu çevrənin mərkəzlərindən kök 17. Yəni, uşaqlar, bu mərkəzləri birləşdirsəm, burada bir dənə nə əmələ gələcək? Bu mərkəzlərindən, yəni burada bir dənə dördbucaqlı piramidadır. Özdə bu dördbucaqlı kvadratdır. Yəni, düzgün dördbucaqlı piramidadır. Hətta şəkili burada da çəkə bilərəm. Yəni, bu düzgün dördbucaqlı piramidadır. Həmin şəklin eynisini burada çəkirəm. Onda, uşaqlar, burada nə əmələ gəldi? Radius 2-dirsə deməli, bunlar 2-2-dirsə hamısı, 2-2-dirsə bunların hamısı, 4, 4, 4. Sənə də yazıb ki, orada M nöqtəsi çevrənin mərkəzindən, yəni bunları kök 17 vermişdi, bu tilləri. Onda bu da kök 17'dir. Sənə də deyir ki, həmin nöqtədən alfa müstəviyə demişdik ki, dördbucaqlının müstəvisinə qədər məsafə diaqonalların kəsmə nöqtəsinə qədər məsafə başa düşülür. Bu da kvadratın tərəfi 4-dürsə, kvadratın diaqonalı 4 kök 2, diaqonal da yarı bölünür 2 kök 2 kök 2. Burada kök 17'dir. Onda burada MOS düzbucaqlı üçbucağında olacaq MO'nun kvadratı bərabərdir. Kök 17'nin kvadratı 17'dən çıxanda 8'i 9 eləyirsə, deməli MO bərabərdir elədiyi 3. Cavab 3. Cavab 3. Uşaqlar, bu nədir? Bu nədir? Ağırdır. Görsünüz, blok ağırdır da. Nəsə səhvim olub eləsə deyərsiniz. Sualları yeniləyirəm. Bir nəfəsə baxıb izah elədim. Oldu uşaqlar, sağ olun. Görüşənədək. Uğurlar. Neçə saatdır buradayım? 1 saat 18 dəqiqə izahlar var.